Hər vaxtınız xeyir olsun, hörmətli kanal izləyicilərimiz. Bugün Biləcəri qəsəbəsində, düz mərkəzdə, poliklinikanın düz yanında, yaxınlığından 92, 270 nömrə marşrutlar keçən bir ərazidə yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində, orta blokda 4 otaqlı bir mənzilimiz satışa çıxıb. Xaric 4 otaqlı, kupsada da 4 otaqlı, təxminən 100 neçə kvadrata yaxındır. 110 kvadrata yaxın olar. Bu evi mənzili sizə təqdim etmək istəyirəm. Buyurub baxa bilərsiniz. Deməli, hörmətli izləyicilər, giriş qapısı buradandır, seyf qapı. Otaqlar hamısı ayrı-ayrıdır. Hamam törək dairəlidir, Minsk proyektidir, daş binadır. Dəhlizə daxil oluruq. Dəhliz bir hissəsi buradadır, bir hissəsi də belə. Dəhlizdə sanitar qovşaq yerləşir. Ev tam təmirlidir, təmirdən yenicə çıxıb. Yəni, heç kim yaşamır təmirdən sonra. Bu sanuzildir. Demək, aksesuarlar tezə quraşdırılıb. Bu isə hamam otağıdır. Burada da aksesuarlar hamısı tezə quraşdırılıb. Pitmirotkaya qədər, duşa qədər hamısı kafir metlaq tezə vurulub. Giriş qapısı ilə üzbəüz daxil oluruq mətbəxə. Mətbəx də tam təmirlidir. Aboylar tezə vurulub. Bir sözlə, tam təmirdən çıxmış evdir. Yaxınlığında market, məktəb, bağça, hamısı yaxınlığındadır. Gördüyünüz kimi, marşrut da bu hissədən keçir. Evin aşağı hissəsindən. Burada kafeldə vurulub, mebel arası. Döşəmə hissəsi laminat parketdir, o da yeni vurulub. Aboylar gördüyünüz kimi, bahalı aboylardır. Demək, dəhlizdən gəlib daxil oluruq evin qonaq otağına, mənzilin qonaq otağına. Çox geniş, işıqlı bir otaqdır. Demək, burada balkon asılı birləşib otağa. Böyük bir, haradasa 20 kvadratdan artıq bir böyük bir otaq alınıb burada. Təxminən 23-24 kvadrat olar. Geniş panorama pəncərəsi var. Buradan şəhər hissəsi də görünür. Bu şəhərdə gördüyünüz kimi Barovskidir, mikrorayonlardır. 20 yanvar tərəf. Çox gözəl bir mənzərəsi var. Deməli, hörmətli izləyicilərimiz, bir dənə bu zaldan bu yataq otağına giriş var. Qalan hamısı, bütün otaqlar hamısı razellidir. Bu proyektdə vaxt belə olur. Tam təmirli mənzildir. İstilik sistemi hamısı mərkəzidir. Dövlət tərəfindən idarə olunur. Çıxırıq qonaq otağına və daxil oluruq dəhlizə və buradan da dəhlizdən daxil oluruq digər bir yataq otağına, yəni 3-cü yataq otağına, daha doğrusu 2-ci yataq otağına. Buradan eyvana da çıxış var. Buyurun, baxın. Buradan eyvana çıxış var. Açıq eyvandır. Gördüyünüz ticarət mərkəzləri hamısı düz evin yanında. Araz, market, məktəb, bağça hamısı yanında. Bu da 4-cü uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Təmiri də çox gözəl, keyfiyyətli aboylardan istifadə olunub. Tam hazır vəziyyətdə. Gir yaşa bir evdir. Tok sisteminə qədər dəyişdirilib, bahalı gülçətirlər quraşdırılıb. Buyurun, baxın. Yəni, özünə təmir olmuş evdir. Təcili pul lazım olduğuna görə satışa çıxıb, qapılar da ağır qapılardır. Bu mənzilin ilkin qiyməti, hörmətli izləyicilərimiz, 4 otaqdan ibarətdir. Bir daha təkrar edərək 4-cü mərtəbədə. İlkin qiyməti 157 min manatdır. Real alıcıya endirim olacaq. Çıxarışı da hazır vəziyyətdədir. Evə də alqı-satqıdan bir gün sonra köçmək olar. Xahiş edirəm Əmlak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkürlər bizə görə.